Mina terroru və mina təhlükəsi təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmişlərin fikirlərində daha çox səsləndirdikləri ifadələrdən biri mina partlayışları nəticəsindədir. Hansı ki, bu qorxunc hadisə nəticəsində sağlamlıqlarını itirdiklərini bildirirlər, yanlarında olan vətəndaşlarımızın həlak olduğunu qeyd edirlər. İfadələrdə zərərçəkmişlər bildirirlər ki, ərazilərimizin böyük bir hissəsi 44 günlük Vətən müharibəsindən sonraki dövrdə minalaşdırılmışdı, mina bastırılmışdı torpaqlarımıza. Hansı ki, həmin vaxtda hələ də suveren ərazilərimiz Ermənistanın işğalı altında idi və ifadələrdə də qeyd olunur ki, düşmən hiyləgərcəsinə həmin minaları aşkarlanması çətin olsun deyə dərinlikdə bastırmışdı və ona görə həmin minaları aşkarlamaq olduqca çətin idi. Eyni zamanda minaların böyük bir hissəsi isə relyefi çətin olan ərazilərdə bastırılmışdı, xüsusilə də dağlıq ərazilərdə. Zərərçəkmişlər ifadələrində bildirirlər ki, Laçın, Kəlbəcər ərazisində aşkarlanan minaların böyük bir hissəsi dağlıq ərazilərdə, relyefi olduqca çətin olan ərazilərdə bastırılmışdı. Həmin minaları aşkarlamaq çətin idi, ona görə də bir hissəsi elə yerindəcə zərərsizləşdirilirdi. İfadələrdə həmçinin zərərçəkmişlər Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin iri çaplı silahlardan atəş açması nəticəsində zərər çəkdiklərini bildirirlər və qeyd edirlər ki, həmin vaxtda düşmən mövqelərimizi xüsusilə də iri çaplı silahlarla atəşə tuturdu. Məhkəmə prosesi hal-hazırda bu cür zərərçəkmişlərin və zərərçəkmişlərin hüquqi varislərinin ifadəsi ilə davam edir məhkəmə istintaqı. Qeyd edək ki, bir ilə yaxın davam edir məhkəmə istintaqında zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ifadələri elan olunur. İş üzrə keçən çoxsaylı sənədlər tədqiq olunur və sübutlar araşdırılır. Açıq keçən məhkəmə prosesi ilə bağlı biz xəbərlərin növbəti buraxılışında daha geniş materialımız olacaq ki, orada bütün xəbərləri də tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq. Hələliksə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.